Bir dənə buraların gözəlliyinə baxın. Quşların səsi, sakitçilik həqiqətən də insana huzur verir. İnsanın yorulmuş ruhu, yorulmuş cismi yenidən dirilir. Yəqin ki, bu səsi eşidərsiniz. Görün nə gözəl. Yəni belə bir gözəl ayda, Ramazan ayında quşlar da Allahı zikr eləyir. Yəni biz insanlar dilimizi zikr eləməkdən kənar qoymuşuq. Amma Allahın yaratmış olduğu digər varlıqlar, hətta bu təbiət, bu gördüyünüz bu yaşıllıq, hamısı Allah zikr edir. Eşidirsinizmi? Bu səsi eşidirsiniz. Quşların səsi. Allah nə gözəl yaratmış bu kainatı. Həqiqətən kainat Allahın kitabıdır. Kimləri üçünsə oxunmuş kitabdır, kimlər üçünsə oxunmamış kitabdır. Kainat kitabını oxuyan inşallah hidayət olar. Yəni gedib kənarda dəlil axtarmayın. Baxın bu kainata, bu bütün varlıqlara Allah'a iman gətirin.